Deməli, ilk 11 sualı izah elədik. İndi isə 12-ci suala baxaq. Cədvələ əsasən doğru bəndi müəyyən edin. Uyğundur və uyğun deyil. İtaliya fəaliyyətdə olan vulkana rast gəlinir. Doğrudur. Qabağına doğru yazılıb. Avstriya ilə quru sərhədinə malikdir. İtaliyanın Avstriya ilə quru sərhədi mövcuddur. Bu doğrudur, amma doğrunun uyğun deyilin altında verib. Yəni biri götürməliyik. Yəni bir yanlış olacaq. Sahilləri iki okean suları yürür. Cənubi Afrika. Bu doğrudur. Hind okeanı və Atlantik okeanı. İki anklav dövlətə malikdir. İki anklav deyil, bir anklav var. O da Lesotho'dur. Eswatini anklav deyil, anklav deyil yəni. Ona görə iki düzgün olacaq, götürərik. Yəni yanlışın altında verib, yəni götürmür. BRICS təşkilatının üzvüdür, doğrudur. Mülayim işıqlanma qurşağında yerləşir. Braziliya həm də tropik işıqlanma qurşağında da yerləşir. Bu yanlışdır. Bu əslində mülayim işıqlanma qurşağında yerləşir. Yəni mülayim işıqlanma qurşağında ərazisi var da, yəni bu o mənada doğrudur. Amma tropik işıqlanma qurşağında da yerləşir. Amma doğrudur da, yəni mülayim işıqlanma qurşağına düşür. Avstraliya əhali sıxlığı şərq hissəsində qərbə nisbətdə daha yüksəkdir. Doğrudur. Cənub-şərqində xüsusilə. Yerləşdiyi litosfer tavası Afrika litosfer tavası ilə yaxınlaşır. Hind-Avstraliya Afrikadan uzaqlaşır, yaxınlaşmır. Bu yanlışdır. Yanlış da verildiyi üçün doğrudur. 5-də demoqrafik keçidin 4-cü mərhələsindədir. Doğru. Ərazisinin və əhalisinin əsas hissəsi Asiya qitəsində yerləşir. Xeyr, ərazisi düzdür Asiyada, amma əhalisi Avropadır. Bu yanlışdır. 5-i də götürərik. Həm ümumi daxili, həm də ümumi milli, həm ümumi daxili məhsulda yerli şirkətlərin payı üstündür Çin üçün. Dünyanın əsas buğda ixracatçılarından deyil. Bu doğrudur. Çox da ixracatçı deyil, amma ümumidə əsas yerli şirkətlərin payı, yerli şirkətlər deyil, xarici şirkətlər olmalıdır. 6 yanlışdır. Nə olmaz. Ona görə düzgün cavab 2, 4, 5 ən məntiqlə budur. A variantı. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Palçıq vulkanları ölkəmizin yalnız bir təbii vilayətində rast gəlinir. Xeyr, 2 təbii vilayətində. Həm Böyük Qafqaz, həm də Kür vilayətində. Ona görə bir yanlışdır. Kür çökəkliyi təbii vilayətində həm Neogen, həm 4-cü dövr çökümlərində rast gəlinir. Neogen dövrü Acı-Nahor Ceyrançöldə var, 4-cü dövrdə var. Ona görə doğrudur. Həm böyük, həm də kiçik Qafqaz təbii vilayətində vulkanogen çökmə suxurları rast gəlinir. Bu doğrudur. Hər ikisində var. Yanlış. Bütün təbii vilayətlərdə yarımsəhra və quru çöl iqlim tipinə rast gəlinir. Bütün təbii vilayətlərdə yarımsəhra və quru çöl Böyük Qafqazda var, Kiçik Qafqaz, Kür dağ arası var. Hamısında var. Ona görə bu doğrudur. Qanıq, Qudiyal və Həkəri çaylarının mənsəbləri eyni iqlim tipində yerləşir. Qanıq çayının mənsəbi yarımsəhradır. Qudiyal çayının mənsəbi o da yarımsəhradır, qışı mülayim keçən yarımsəhradır. Yəni yarımsəhra iqlim tipidir. Həkəri çayının da mənsəbi o da yarımsəhra iqlim tipi olacaq. Bu da doğrudur. Xəzər dənizinin səviyyəsinin aşağı enməsi limanlar üçün əlverişli təbii şərait yaradır. Əslində bu yanlışdır. Yəni limanlar üçün əlverişli təbii şərait yaratmaz. Səviyyəsinin aşağı, Xəzər dənizinin səviyyəsinin aşağı enməsi limanlar, belə deyək, dənizin geri çəkilməsinə səbəb olur ki, bu da limanların, belə deyək, artıq pozulmasına, limanların biraz da dəniz daxilinə doğru getməsinə səbəb olur. Yəni bu yanlış, əlverişli şərait yaratmaz əlbəttə ki. Düzgün cavab olacaq D variantı. 2, 3, 6. 14. 2024-cü il tərtib edilmiş yaş cins piramidası hansı ölkəyə aid olduğunu müəyyən edin. Kişilərin sayı qadınların sayından çoxdur. Burada əlbəttə ki, burada birincisi, yəni oğlan uşaqlarının sayı daha çoxdur. Moldova olmaz, Bolqarıstan olmaz, Bosniya-Hersegovina olmaz, Avropa ölkələri olmaz. Qətər və Yəmən qalır. Burada da baxsaq, Yəməndə uşaqların sayı həddindən artıq çox olmalıdır. Burada çox az göstərilir. Ona görə ən uyğun cavab Qətər olacaq. Yəni 14-də D variantı. 15. Doğru olmayan fikirləri müəyyən edin. Mərmərə dənizinin orta düzlüyü Baltik dənizinin orta düzlüyündən daha çoxdur. Bəli, bir doğru. Bayron ucqar nöqtəsinin sahillərində isti okean cərəyanı var. Doğrudur. Şərqi Avstraliya cərəyanı. Çünki Bayronda Avstraliyanın şərq ucqar nöqtəsidir. Doğru. Pangeya 4,5 milyar il bundan əvvəl Lavrasiya qondu. 4,5 milyon il əvvəl geoloji mərhələ başlayıb. O vaxtda Lavrasiya və Qondivan hələ parçalanmamışdı. Ona görə yanlışdır. Sonra
Yəni bu 15-də yanlış olacaq bu. Aleut və Azor adaları subduksiyadadır. Azor adaları divergentdir. Bu da yanlışdır. 40 dərəcə cənub enliklərində okean səth sularının orta illik temperaturu 40 dərəcə şimal enliyindəki okean səthi sularının orta illik temperaturundan daha aşağıdır. Daha aşağıdır, çünki Antarktidanın təsiri var ona, doğrudur. Şərqi Antarktidin sayı xətləri materikin qərbi ilə müqayisədə daha çox parçalanır. Bu yanlışdır, çünki qərb hissəsi geosignaldır. And dağlarının davamıdır. Ona görə kəskin parçalanma qərb hissədədir. Düzgün cavab olacaq burada yanlış olanları istəyir. 3, 4, 6. Yəni C variantı 15-ci sualdır. 16-cı sualda cədvələ əsasən doğru sıraları müəyyən edin. Böyük Qafqaz qalxması. Yanacaq ehtiyatlardan yalnız təbii qaz mövcuddur. Bu yanlışdır, çünki Böyük Qafqazda həm də yanar şis var. Bir yanlışdır. Ön Qafqaz çökməsi. Neogen yaşlı çöküntülər üstünlüyü təşkil edir. Neogen yox, burada əsasən 4-cü dövrdür. 2 də yanlışdır. Kiçik Qafqaz qalxması. Arxa Yerasından başqa digər bütün. Azərbaycanda proterozoy və arxa yoxdur. Ona görə 3 yanlışdır. Kür çökməsi. Mütləq hündürlüyü 500 metrdən çox olan relyef formalarına rast gəlinir. Bəli. Bozdağ, Ceyran çöl. Bunlar 500 metrdən yuxarıdır. Doğrudur. Araz çökməsi. Neogen yaşlı çöküntülərə rast gəlinir. Əlbəttə ki, doğrudur. Zaten Naxçıvanda var. Neogen yaşlı suxular düzənliklərdə rast gəlinə bilər. 4 və 5 ən uyğun cavab kimi götürə bilərik. Ona görə A variantı. 17. İki xarici ölkə ilə həmsərhəd olan inzibati rayonlar. Qax, doğrudur. Rusiya, Gürcüstan. Cəbrayıl, yanlışdır. İrandır. Tovuz, Ermənistan, Gürcüstan, doğru. Samux, yanlışdır. Yalnız Gürcüstandır. Ordubad, doğrudur. İran, Ermənistan. Şahbuz, yalnız İran. Düzgün cavab olacaq 1, 3, 5, yəni Y variantı. 17-ci sual. 18. Yer kürəsinin sxemdəki vəziyyətinə uyğun gəlməyən əlamətləri müəyyən edin. Yer kürəsinin sxemdəki vəziyyətinə baxsaq, şimal qütub dairəsində qütub gündüzləri hökm sürür. Yəni bu tarix bizə xəbər verir ki, bu 22 iyun tarixidir. 22 iyun. Apenin yarımadasında gündüzün uzunluğu Skandinaviya yarımadasından daha azdır. Əlbəttə ki, doğrudur bu. Apenin yarımadasında daha az olacaq. Skandinaviyada daha çox olacaq. Bir doğru. 68 dərəcə şimal enliyində günorta vaxtı günəş şüalarının düşmə bucağı 45 dərəcədir. Gəlin tapaq. Deməli, günəş şüalarının düşmə bucağı 45 dərəcə bərabərdir. 90 dərəcə çıxılsın. 68,5 minus 23,5. Çünki günəş şimal tropikindədir. Yəni 22 iyundur. 68-dən 23,5 çıxanda bu bizə verəcək 5, 45. 90-dan da 45 çıxanda bu da eləyəcək 45. Bu da doğrudur. Yəni 2 də doğrudur. 18-də bu da doğrudur. Yalnız şimal tropikindən şimalda yerləşən məntəqələrdə gündüzün uzunluğu 12 saatdan çoxdur. Xeyir şimal yarımkürəsində bütün yerlərdə 12 saatdan çox olacaq. Yəni ekvatordan şimaldır. Bu yanlışdır. Tropik işıqlanma qurşağında yerləşən bütün məntəqələrdə şaquli dirəyin kölgə uzunluğu öz uzunluğundan daha qısadır. Tropik işıqlanma qurşağında yerləşən bütün məntəqələrdə şaquli dirəyin kölgə uzunluğu öz uzunluğundan daha qısadır. Yəni belə deyək, günəş orada 45 dərəcədən daha çox düşür. 23,5 dərəcə cənub enliyinə 45 dərəcə, 23, 23, 47 eləyəcək, 43 dərəcə düşəcək. Bu yanlışdır. Yəni 23,5 dərəcə cənub enliyinə bu uyğun gəlməz. Bu yanlışdır. Həm şimal, həm cənub qütub dairəsində gecə və gündüzün adi növbələşməsi pozulub. Həm şimalda, həm də cənub qütub dairəsində gecə və gündüzün adi növbələşməsi pozuldu. Çünki şimal qütub dairəsində qütub gündüzüdür, cənub qütub dairəsində qütub gecəsidir. Doğrudur. Ən uzun paralel üzərində, yəni ekvator üzərində günəş olan günorta vaxtı düşmə bucağı 60 dərəcədir. 60 dərəcə olmaz. Ən uzun paralel üzərində 66,5 olar. Yanlışdır. Düzgün cavab olacaq yanlışlar, yəni 3, 4, 6. C variantı. 19. Verilmiş ölkələrə aid yanlış xüsusiyyətləri müəyyən edin. 1, 2, 4. 1, 2, 4. Fransa, Kanada, Çin. Federativ inzibati ərazi quruluşuna malikdir. Çin federativ ərazi deyil. 1 yanlışdır. 4, 5, 6. Çin, Türkiyə, Qazaxıstan. Çayları 2 okean hövzəsinə aiddir. Türkiyə doğrudur. Qazaxıstan 1 okean hövzəsidir. Çin 3 okean hövzəsinə aid ola bilər. Çünki həm sakit, həm Hind, həm də şimal buzluya oradan çaylar axıb gedə bilər. Yanlışdır bu. 2 yanlışdır. 1, 3, 5. Aralıq dəniz iqlim tipinə rast gəlinir. Fransada aralıq var.
Braziliyada Aralıq dənizi olmaz. Əlbəttə ki, bu yanlışdır. Braziliyada subtropik cənub hissələrində hardasa olar. Yəni o da subtropik olmaz. Braziliya subtropik düşünür. Ona görə bu yanlışdır. Aralıq dənizi Çilidə olar. Ona görə 3 yanlışdır. Yanlışları istədiyənə 1 3 2 3 olacaq. Cavabımız elə Y variantı olacaq. Amma gəlin baxaq. 1 2 3. Əksər hissəsi Hind-Avropa dil ailələrində danışır. Fransa romandır, Kanada germandır, Braziliya da romandır. Doğrudur. 1 2 6. Mülayim iqlim quşağında. Fransa mülayim, Kanada mülayim, Türkiyədə mülayim, Qazaxstan, üzrlüsən, 6 Qazaxstandır, mülayimdir, doğrudur. 1 2 5 Cavan dağları. Fransada Alp dağları var, Kanadada Kordilyer dağları var. Bir isə 6-dakı, 5-dəki Cavan Türkiyə Pont Tower dağları. Bu da doğrudur. Yanlış fikir Y variantı olacaq. 1 2 3. Və sonuncu sualımız iqlim diaqramına aid olduğu məntəqənin yerləşdiyi inzibati rayon üçün doğru olmayan fikirlər. 1036 mm yağıntı düşürsə, bu əlbəttə ki, Zaqataladır. Zaqatala Balakən rayonları ola bilər. Zaqatala götürək. 2 xarici ölkə ilə həmsərhəddə doğrudur. Rusiya və Gürcüstan. Qışı mülayim keçən yarımsahara quru çöl iqlim tipinə rast gəlinir. Zaqatalada qışı mülayim keçən yarımsahara quru çöl iqlim tipi olmaz. Ona görə bu yanlışdır. Yəni qaxla orada Balakən Zaqatalada olmaz heç birində. Ona görə bu yanlış. Qara metallurgiya xam mal ehtiyatı mövcuddur. Qara yox, əlva metallurgiya olar. Çünki orada polimetal filizlərdir. Yəni dəmir ehtiyatları yoxdur. Orada sinksatdır, onda əlva metallurgiya. Mülayim isti iqlim tipinin bütün yarım tipləri mövcuddur. Mülayim isti iqlim qara metallurgiyanın xam mal ehtiyatı mövcuddur. Qara metallurgiyanın xam mal ehtiyatı mövcuddur. Yəni bu yanlışdır əslində. 3 yanlışdır. Sonra baxaq, gəlin 4-ə baxaq. Mülayim isti iqlim tipinin bütün yarım tipləri mövcuddur. Mülayim isti iqlimin bütün yarım tipləri orada yoxdur. Orada yay quraq keçən mülayim isti iqlim yoxdur. Qışı quraq var. Ona görə bu da yanlışdır. Düzgün cavab olacaq 2 3 4. B variantı. Gəlin baxaq o birlərinə də. Yura dövrünə aid çöküntülər Təbaşi dövrünə aid çöküntülərdən daha çox ərazidə yayılıb. Yüksək dağlıqları çoxdur, Yura dövrü. Çünki Zaqatalanın yüksək dağlıqları çoxdur. Yura dövrünün çöküntüləri də çox olacaq. 5 doğru. 400 metr, 4000 metrdən yüksək dağ zirvələrinə rast gəlinmir. Zaqatalada 4000 metrdən yüksək dağ zirvələrinə rast gəlinməz. Bu da doğrudur. Yəni 1-6 doğrudur, 100% doğrudur. Bu 6, 1-6, bir də 6. Burada 3-4-5 və 2-3-4 qalır. 2 də yanlış olduğu üçün 5-in də doğru olduğunu fərz edərək 2-3-4 götürə bilərik, doğru olmayan kimi. Ona görə burada da düzgün cavab olacaq B variantı.